Salam dəyərli izləyicilər. Dimin 20 sınaq kitabçasından 6-cı sınağın izahlarına başlayıram. Deməli, mövzular Azərbaycan ən yeni dövrdə. Əsasən Prezident İlham Əliyevin hakimiyyəti dövründən söhbət gedir. Başlayaq. Birinci sual. Uyğunluğu müəyyən edin. Müstəqil Azərbaycan Respublikası 20-ci əsrdə. Söhbət 20-ci əsrdən gedir. Daxili siyasət, Konstitusiya məhkəməsinin yaradılması, biraz səhv yazıldı. Konstitusiya məhkəməsinin yaradılması 98-dir, daxili siyasətdir, 20-ci əsrə düşür. Deməli, A götürürük. Senzuranın ləğv olunması haqqında fərmanın verilməsi, bu da 98-dir, 20-ci əsrə düşür, daxili siyasətdir, B-ni götürürük. Prezident vəzifəsinin təsis edilməsi 90-cı il 19 maydır. Bizdən isə müstəqil Azərbaycan Respublikası soruşur, ona görə də bunu götürməyəcəyik. 91-də Azərbaycan müstəqil olur, oktyabrın 18-i. Xarici siyasət soruşur. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi 2011 21-ci əsrdə götürmürük. NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qəbul edilməsi 94 20-ci əsrdə götürürük. NATO-nun sülh naminə tərəfdaşlıq proqramı düzdür. Yeni Avropa üçün Paris Xartiyasının imzalanması. Paris Xartiyası 90-da imzalanıb, Azərbaycanın da onu imzalaması 93-cü ildir. Deməli, bu da olacaq C bəndi. Bu da C-də düşəcək 20-ci əsrə xarici siyasət. Deməli, 1-ə AB, 2-yə B, C, doğru cavab B bəndi götürüləcək. İkinci suala baxaq. 22-ci ildə baş vermiş hadisələri müəyyən edin. Qisas əməliyyatı, bəli, 2022-dir, bu götürürük. Qarabağ Dirçəliş Fondunun yaradılması 2021-dir, getdi. Güləbird su elektrik stansiyasının istifadəyə verilməsi də 2021 fevralda getdi. Məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə qayıdışının baş verməsi 2022-də başlayıbdı. Bu da 1-4 cavab B bəndi. Azərbaycan tarixində 1-ci Respublika dövründən fərqli olaraq 3-cü Respublika dövründə. 1-ci Respublika dövrü qeyd edək ki, AXC Cümhuriyyət dövrüdür. 3-cü Respublika dövrü isə 1991-dən sonrakı dövrdür. Xarici dövlətlərlə neft sazişi imzalandı, bəli. Fərqli soruşur, fərqli olan 3-cü Respublika dövrü. Hər ikisinə aiddir bu. Ermənilərin ərazi iddialarına qarşı mübarizə aparıldı, bu da hər ikisinə aiddir. Torpaqlar kəndlərin mülkiyyətinə ödənişsiz verildi. 1-ci Respublika dövründə, AXC dövründə komitə yaradılır, Aqrar İslahatı Komitəsi, ancaq işğal ilə əlaqədar bu islahat həyata keçirilə bilmədi, amma 3-cü Respublika dövründə 96-cı ildə artıq torpaq islahatı həyata keçirildi. Doğru cavab C olacaq. Milli pul vahidi dövrəyə buraxıldı. Bakı bonu AXC dövründə, manat isə artıq 3-cü Respublika dövründə hər ikisinə aiddir. Demokratik parlament seçkiləri keçirildi, hər ikisində də parlament seçkiləri keçirilmişdi. Bu da getdi. Növbəti suala keçək. 4-cü sual. Vətən müharibəsi, 2-ci Qarabağ müharibəsi dövründə ordumuzun hərbi əməliyyatları nəticəsində keçilməz sayılan Ohanyan səddi məhv edildi. Doğrudur. Hadrut qəsəbəsi düşmən işğalından tamamilə azad edildi. Bu da doğrudur. Düşmənin Tovuz istiqamətində hücum əməliyyatının qarşısı alındı. Baxmayaraq 2020-ci ildə olmuşdu, ancaq bu iyul ayına düşür. Vətən müharibəsinə düşmür. Generalımız Polad Həşimov da şəhid olmuşdu. Naxçıvan Muxtar Respublikasının bir sıra əraziləri Azərbaycana qaytarıldı. Bu baş verməyibdi. Bu 2018-ci ildə Şərur rayonunun bəzi kənd və yüksəklikləri azad edilmişdi. Deməli, bu da aid ola. Bizdən nə soruşur? Dövründə ordumuzun hərbi əməliyyatları nəticəsində, bu da aid deyil. Yəni müharibəyə aid deyil. 1-2 doğru cavab A bəndi olacaq. Növbəti sual. 21-ci əsrdə Azərbaycanın mədəniyyət sahəsində baş vermiş yeniliklərə aid olmayanları müəyyən edin. Həm 21-ci əsrdə olmayanları. Deməli, Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi 2009-cu il, bu aiddir. Tələbə qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətə başlanması 92-dir, yəni aid deyildi 21-ci əsrə. Türksoyun yaradılması 93. Bizdən bir də mədəniyyət soruşur. Türksoy da Türk dilli dövlətlərin mədəniyyətin birliyi, mədəni sahədə birliyini təşkil üçün yaradılmışdı. Deməli,
Bu 20-ci əsrə aiddir. Elm haqqında qanun 2016-dır. Getdi 21-ci əsrdir. Aid olmayacaq bu. Birinci Avropa oyunlarının keçirilməsi 2015'dir. Bu da daha doğrusu bu aid elm haqqında yəni 21-ci əsrə aiddir. Bizdən aid olmayan soruşur. Birinci Avropa oyunları da həmçinin. Deməli doğru cavab 2-3 B bəndi olacaq. 6-cı suala baxırıq. 2020-ci il Vətən müharibəsindən əvvəlki dövrə aid olmayan hadisəni müəyyən edin. Vətən müharibəsindən əvvəlki dövrə aid olmayan, yəni ya Vətən müharibəsi dövründə olsun, ya da ki ondan sonra olsun. Günnüt əməliyyatının həyata keçirilməsi bu 2018-dir. Talış kənd ətrafındakı yüksəkliklər azad edildi. Aprel döyüşləri idi 2016-cı il. Düşmən təxribatının qarşısını alarkən general-mayor Polad Həkimov 2020-ci il iyul ayının 14-də şəhid olmuşdur. Bu da aiddir. Lələtəpə yüksəkliyinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçməsi, bu da 2016 aprel döyüşləri. Kəlbəcərin strateji əhəmiyyətli Murovdağ zirvəsinin azad edilməsi artıq bu müharibə dövrünə aid olacaq. Əvvəlki dövrə aid deyil. 7-ci suala keçirik. Eyler-Venn diaqramı verilib. Heydər Əliyevin ikinci prezidentlik dövrü qeyd edirik 1998, 2003. İlham Əliyevin ikinci prezidentlik dövrü 2008, 2013. Bakı Subsa deməli prezidentlik dövrləri deyir. Bakı Subsa neft kəmərinin istifadəyə verilməsi 99-dur. Düşəcək 1-ə. Azərbaycan Respublikasının qoşulmama hərəkatının tam hüquqlu üzvlüyünə qəbul olunması 2011 2-yə düşəcək. İlk bələdiyyə seçkilərinin keçirilməsi 99. Bu da 1-ə düşəcək. Dünya Azərbaycanlıların qurultayının keçirilməsi 2001, 2006, 2011. Bu şəkildə 2016 gedir. Yəni bizdə baxırıq ki, hər iki prezidentlik dövrünə də düşür, hər iki prezidentin dövrünə də düşür. D3 gedəcək. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi 2002, 2009, 2016. Baxırıq, hər ikisinin dövrünə də düşür. 2002 ilə 2009. Bu da 3-ə gedəcək. Doğru cavab 1-ə A, C, 2-yə B, 3-ə D, Y, A olacaq. (2021-ci il oktyabrda Azərbaycan və Türkiyə dövlət başçılarının açılış mərasimində iştirak etdikləri beynəlxalq hava limanının yerləşdiyi rayonu xəritədə müəyyən edin. 2021-ci il oktyabrında Füzulidə olmuşdu açılış. Füzulinin yeri də 3-ə düşür. Doğru cavab C bəndi olacaq. Qeyd edək 1 Kəlbəcərdir, 2 Laçındır, 4 Zəngilandır, 5 də Tərtər rayonu ərazilərinə düşür. 9-cu sual. Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə baş verməmişdir. Deməli 91-ci ilin sentyabrında davam edib 93-cü ilin iyununa qədər davam edibdi. Heydər Əliyevin Naxçıvanda Ali Məclisinin sədri olduğu dövrdə baş verməmişdir soruşur. Sədrləş Dilucu 92-dir. Bu aiddir, baş vermişdir. İran İslam Respublikası ilə diplomatik əlaqələr baş vermişdir. Muxtar Respublikanın adından Sovet sosialist sözlərin götürülməsi bu 90-cı il yanvarına düşür, 1990. Deməli, bu aid olmayacaq. Doğru cavab da C-ni götürəcək. Rusiya hərbi qüvvələrinin bölgəni tərk etməsi 92-ci ildir baş verib. Yeni Azərbaycan Partiyasının yaradılması 92-ci ildir. Növbəti sual, 10-cu suala baxırıq. Hansı hadisədən yeri dəyişdirilərsə, xronoloji ardıcılıq düzgün olar. İlləri qoyaq. Ölüm hökmünün ləğv edilməsi 98. ATƏT-in Minsk qrupu həmsədrləri təsisatı 94. Bakı Tbilisi Ceyhan neft kəmərinin çəkilməsi ilə bağlı saziş 99. Azərbaycan NATO PAN-ın asosiallaşdırılmış üzvlüyünə 2002-ci ildə. Deməli, yeri dəyişdirilərsə, 1 ilə 2-nin yerini dəyişdirsək, doğru cavab çıxacaq. Cavab C. 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan-İran sərhədində nəzarət tamamilə o 1-ci Qarabağ müharibəsi idi, Zəngilan, Ağbənd kəndi
azad edildikdən sonra təmin edilmişdi, getdi. Əsgəran qəsəbəsi düşməndən təmizləndi. Bəli, doğrudur. Daşaltı kəndi erməni işğalından azad edildi. Bu da 1-ci Qarabağ müharibəsində Şuşadan əvvəl Daşaltı azad edilmişdi. Bölgədə qanunsuz fəaliyyət göstərən xunta rejiminə son qoyuldu. Daha doğrusu bu 1-ci Qarabağ müharibəsi dedik, amma bunu çıxmalıyıq. Bölgədə qanunsuz fəaliyyət göstərən xunta rejiminə son qoyuldu. Bəli, bu da antiterrora aid. 2-4 olacaq antiterror. Yebəndi. Deməli, növbəti sual 12-yə baxırıq. 2023-cü il sentyabrın 19-da erməni silahlı birləşmələrinin terror aktı törətdiyi rayonu xəritədə müəyyən edin. Deməli, dəyərli izləyicilər, buradakı hadisə Xocavənd rayonuna düşür. 3 Xocavəndə düşür. Cavab C olacaq. Bir məsələ var ki, bununla bağlı məktəb dərsliklərində Əhmədbəyli Füzuli Şuşa yolu yazılıbdır. Yəni bunu şagird haqlı olaraq bilə bilməz. Lakin keçən il DİM-in internet səhifəsində bu məlumat dərc edilmişdi. Yaxşı olardı ki, yəni indiki şagirdlər onu oxumurlar, keçənki şagirdlər onu oxuyurlar. Yaxşı olardı ki, məktəb dərsliklərindən sırf suallar hazırlansa daha yaxşı olardı. Çünki bu tip suallarda artıq şagirdlər əziyyət çəkəcəklər bunu tapmaqda. Yəni məktəb dərsliklərində bu məlumat verilməyibdi. Növbəti suala keçirik. 2013-cü ildə 13-cü sual. 13-14-ü götürək. 92-ci ildə SSRİ-nin əmlakının bölüşdürülməsi ilə bağlı müqavilə bu ölkədə imzalanmış. Daşkənd müqaviləsidir. Özbəkistanda imzalanıb. Vətən müharibəsindən sonra Füzulidə bu dövlət yenə də Özbəkistandır. Uluqbəy adına məktəb açmışdı Füzulidə. Doğru cavab C olacaq. Özbəkistan. Vətən 2-ci Qarabağ müharibəsindən sonrakı dövrdə baş vermiş hadisə deyil. Yəni ya o dövrdə olsun Vətən müharibəsi, ya da ki müharibədən əvvəlki dövr. Türkiyə Respublikası ilə Şuşa bəyannaməsi 2021 baş verib. Şərur rayonunun Ağbulaq Qızılqaya yüksəklikləri bərpa etdiyi 2018 baş verməyibdi. Sonrakı dövrdə baş verməyib. Cavab B olacaq. Yaşad fondunun yaradılması haqqında fərmanın imzalanması bu müharibədən sonra 2020-nin dekabrlarına düşür. Dekabr ayının hardasa. Ağdamda Türkiyə Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətə başlaması 2021 yanvarında. Azərbaycan Respublikasının 14 iqtisadi rayonu 2021-ci il iyul ayına düşəcək. Bu da sonrakı dövrlər. Deməli, aid olmayan B bəndi olacaq. Cavab B olacaq. Növbəti sual. Azərbaycan Respublikasının İslam Konfransı təşkilatına üzv qəbul olduğu ildə 1991. Deməli, Azərbaycan Respublikasının İslam Konfransı təşkilatına üzv qəbul olduğu ildə, yəni 91-ci ildə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilmişdi. Bəli, elə 91-ci il sentyabrıdır. Cavab olacaq. Gəncə şəhərinin tarixi adı bərpa edilib 1989, Xocalı faciəsi 1992. Gəncədə hərbi qiyam baş vermişdi 93. Əbülfəz Elçibəy prezident seçilmişdi 92-ci ilin iyun ayında. Keçək 16-cı suala. Qələmi seçdik. Daha sonra baş vermişdir. Mehriban Əliyevanın Azərbaycan vitse-prezidenti vəzifəsinə təyin edilməsi 2017. Heydər Əliyev fondunun yaradılması 2004. Azərbaycan Respublikasının qoşulmama hərəkatının tam hüquqlu üzvlüyünə qəbul edilməsi 2011. İlham Əliyevin Aşpan vitse-prezidenti vəzifəsi və qurumun büro üzvünə seçilməsi 2003. Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayının keçirilməsi 2001-də başlayıb, 5 ildən bir olubdur. 2001, 2006, 2011. Sonra 2016 olubdur. Sonrakı 5-ci il artıq müharibə pandemiya dövrünə düşür. Gedir çıxır 2022-də Şuşada olubdur. Deməli, 3-cü də 2011-də olubdur. Deməli, bizdən soruşur, daha sonra baş vermişdi. Bu 2017-ni götürəcək burada. Cavab A bəndi. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərinin ikinci yarısına aid deyil. 90-cı illərin ikinci yarısına aid deyil deyəndə, yəni 1995-99 aid olmasın. Yəni bu ikinci yarısı budur. 95-99-cu illərə aid olmasın. İlham Əliyevin birinci yarısı desəydik 91-94-cü illər, daha doğrusu 90-94-cü illər götürüləcəkdi. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi 97-dir. Bu aiddir. Bunu götürmürük. Konstitusiya Məhkəməsinin yaradılması 98-dir, aiddir, götürmürük. Dövlət Neft Fondunun təsis edilməsi 99-dur, götürmürük, aiddir. Dövlət gerbinin təsdiq edilməsi 93-dür, 1990
3'dür. Bu götürülür. Bakı-Ceyhan neft kəmərinin istismara verilməsi 2006'dır. Bu da götürüləcək. Aid deyildir. 4, 5 D bəndi. 18-ci suala baxırıq. Qarabağ münaqişəsi, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi. Qarabağ mücrüsü 2-ci Qarabağa aiddir, getdi. Horadiz qəsəbəsinin işğaldan azad edilməsi 94-ün yanvarında götürürük. Ermənistanın Gədəbəy ərazisindəki anklavı Başkəndin düşməndən təmizlənməsi bu 92-ci ilin avqustuna düşür, götürürük. Qubadlının azad edilməsi ilə Azərbaycan-İran sərhədinin tamamilə ordumuzun nəzarətinə keçməsi İran sərhədi və Zəngilanın azad edilməsindən sonra olubdur. Bu ona görə səhvdir. Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılması antiterror əməliyyatlarından sonra 2023 sentyabrdan sonra olubdur. Deməli, bu da düşmür. Suqovuşanın azad olunması, Suqovuşan 2-ci Qarabağ müharibəsində azad edilibdir. Deməli, 1-ə BC, 2-yə C, D bəndi götürüləcək. 19-cu suala baxaq. Müvafiq olaraq Azərbaycan Respublikasının prezidentləri Heydər Əliyev və İlham Əliyevin ilk xarici səfərlərinin olduğu ölkələr. Heydər Əliyev ilk dəfə 93-cü ildə Fransaya səfər etmişdi. İlham Əliyev isə 2003-cü ildə İsveçrəyə. Deməli, o C bəndi olacaq. Amma qeyd edim ki, İsveçrəyə səfər artıq yeni dərsliklərdə nəşr olunmuyubdur. Rast gəlməmişəm. Məncə yoxdur, çıxarılıbdır. Növbəti suala baxırıq. 91-ci ildə olmayan hadisələri müəyyən hadisə və yaxud hadisələr, yəni bir dənə də ola bilər, çox da ola bilər, müəyyən edin. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamənin qəbul edilməsi avqustun 30-da 91-ci il. Bu aiddir. Azərbaycan Kommunist Partiyasının buraxıldığını elan edilməsi, bu da 91-ci ildir. Aiddir. Müstəqil Dövlətlər Birliyinin yaradılması, MDB-nin yaradılması 91-ci ildə yaradılmışdı. Bu gedir, aid olmayan soruşur. Prezident vəzifəsinin təsis edilməsi 90-cı ildə təsis edilib, mayın 19-u bayaq qeyd etmişdik. Deməli, 4 aid deyil 91-ə. Azərbaycan Respublikasının müstəqilliyinin Rumıniya tərəfindən tanınması ilk tanıyan dövlətlərdən biri idi Rumıniya. 91-ci ildə tanımışdı. Bu da aid olmayacaq. Yalnız 4 cavab D olacaq. Növbəti 21-ci suala baxırıq. Uzun bir sualdır. Hadisə nəticə əlaqələrinin yanlış verildiyi bəndi müəyyən edin. 2021-ci il Şuşa bəyannaməsi, 1921-ci ildə imzalanmış Qars müqaviləsi, həmçinin 94-2010-cu illərdə imzalanmış strateji tərəfdaşlıq müqavilələrində təsdiqləyirdi bu Şuşa bəyannaməsi. Yəni bu yanlış deyil, doğrudur. 94-cü il ATƏT-in Budapeşt sammiti Minsk qrupu həmsədrləri təsisatı yaradıldı, doğrudur. 2020-ci il Münhen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərinin Qarabağla bağlı iddiaları ifşa edildi, doğrudur. 2023-cü il Brüssel görüşü Ermənistan Azərbaycan ərazi bütövlüyünün tanıdığını bəyan etdi, bu da doğrudur. 96-cı il Lissabon sammiti 9-7 saylı düzəlişin fəaliyyətinin hər il dayandırılması ilə bağlı bəyanat verildi. Bu yanlış olacaq. Bu 9-7 saylı düzəliş ABŞ-da qəbul edilmişdi 92-ci ildə. Sonrakı dövrlərdə Prezident Heydər Əliyevin ABŞ-a rəsmi səfərləri zamanı buna nail olunmuşdu. Yəni bununla Lissabon sammiti ilə əlaqəsi yoxdur. Doğru cavab Y-ni götürəcəyik. 22-ci suala keçirik. 21-i dedik. 22-ci sual. Verilmiş bəndlərdən hansı sual işarəsinin yerinə uyğun gəlir? 2002-2009. Dünya Azərbaycanlıların qurultayının keçirilməsi 2001-2006 aid deyil. Azərbaycanda prezident seçkilərinin keçirilməsi 2003-2008 olubdur. Bu da aid deyil. Bunlar aid deyil. Qarabağ bölgəsində uğurlu hərbi əməliyyatların həyata keçirilməsi 2016-da olubdur. 2020-də olubdur uğurlu hərbi əməliyyatlar. Bu da aid deyil. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi bəli 2002, 2009, 2016 götürəcək D bəndini. Azərbaycan İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi 2017-ci ildir, aid olmayacaq. Növbəti sual 23. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının xarici siyasəti üçün xarakterikdir. Birinci Qarabağ müharibəsi xarakterik olanı seçəcəyik. Daşaltı əməliyyatının uğurla həyata keçirilməsi, uğurla dediyinə görə səhvdir.
Birincidə uğursuz olub, ikincidə uğurlu olmuşdu. NATO'nun Şimali Atlantika Şurasına qoşulması bu 92-ci ildir. Bəli, bu aid olacaq. Bizdən bir də xarici siyasət deyir. Hətta burada uğursuz yazsaydı belə xarici siyasət dediyinə görə bunu düz götürə bilməzdik. Xocalıya Ədalət Beynəlxalq Maarifləndirmə kampaniyası 2008-dir. Yəni bizdə isə 1-ci Qarabağ müharibəsi dövrü soruşduğuna görə bu yanlışdır. Dağlıq Qarabağ münaqişəsinin ATƏM-də müzakirəyə çıxarılması 92-ci ildə başlayır. Onda ATƏM-in Minsk qrupu yaradılmışdı. Bu da doğru olacaq. 2-4. 24-cü suala baxırıq. İkinci Qarabağ Vətən müharibəsinə aid doğru bəndləri müəyyən edin. İkinci Qarabağ müharibəsinə aid. Şuşaya əsas hücum əməliyyatının Hadrut Qırmızı Bazar yolundan həyata keçirilməsi. Xeyr, düşmənin gözlədiyi yol idi. Bu yoldan həyata keçirilməmişdi. Bu yolun qərb istiqamətindən normal maşın və yaxud insan gedə bilməyəcəyi çətin meşəlik dağlıq ərazidən getmişdilər. Yalançı hədəf kimi istifadə edilən təyyarələr vasitəsilə düşmənin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi. Qarabağ mücrüsü idi bu. Aid doğru bənd deyirsə, bəli, bunu götürəcəyik. Azərbaycan ordusu tərəfindən BMT-nin icra olunmayan qətnamələrin yerinə yetirilməsi. Bəli, xarici jurnalistlərə prezidentin müsahibələrində bu dəfələrlə vurğulanmışdı ki, 822, 853, 74, 84 nömrəli qətnamələri yerinə yetirilir. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının Ermənistana dəstək verməsi olmayıbdı. Çünki həmin dövrdə Rusiya prezidenti Putin qeyd etmişdi ki, müharibə Ermənistan ərazisində getmir, ona görə də bizə aidiyyəti yoxdur. Düşmən bunu götürməyəcəyik. Bizdən aid olanları soruşur. Düşmən tərəfindən Gəncədə yerləşən hərbi obyektləri raket atəşinə tutması. Gəncədə burada diqqətli olmaq lazımdır. Gəncənin raket atəşinə tutulması baş verib, amma hərbi obyektlər deyildi, mülki insanların yaşadığı binalar idi. Ona görə də bu götürülməyəcək. Doğru cavab 2-3 olacaq. Xəritədə iştirilmiş rayonlarla bağlı ümumi cəhətləri müəyyən edin. Deməli, bura Ağdamdır, bu ərazi. Bu ərazi isə Laçın ərazisi olacaq. İştirilmiş ərazilər. Rayon mərkəzləri 93-cü ildə ermənilər tərəfindən işğal edilmişdi. Ağdam bəli, amma Laçın 92-ci il mayında işğal edilmişdi, getdi. 1. Aprel döyüşləri zamanı ərazilərin bir hissəsi azad edilmişdi. Bu heç birinə aid deyil. Getdi. Ərazilərində erkən orta əsrlərə aid abidələr aşkar edilmişdi. Ağdamda Gavur qala, Laçında Ağoğlan məbədi, bu oxşar cəhət olaraq götürə bilərik. Alban dövrü memarlıq abidələri də. 2020-ci il noyabrında üçtərəfli bəyanatdan sonra işğaldan tamamilə azad edilmişdir. Bəli, Ağdam rayonu noyabrın 20-sində, Laçın isə dekabrın 1-də azad edilmişdi. Bu üçtərəfli bəyanatdan sonra. Ərazilərində Türkiyə, Rusiya birgə monitorinq mərkəzi yaradılmışdı. Ağdamda yaradılmışdı, Laçında isə biz bunu götürməyəcəyik. Doğru cavab 3-4. 26-cı sual. Xronoloji ardıcılığı müəyyən edin. Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi. Bu 92-ci ildir. Kitab Dədə Qorqud dastanının 1300 illiyi 2000-ci ildə keçirilibdi. İpək yolunun Bakı bəyannaməsinin imzalanması bu 98-dir. Şimal neft kəmərinin istifadəyə verilməsi 97. Xronoloji ardıcıllıq 1, 4, 3, 2. 1, 4, 3, 2 xronoloji ardıcılıq olacaq. Uyğunluğu müəyyən edin. Heydər Əliyevin demokratik dövlət quruculuğu fəaliyyəti. İkinci mərhələ, üçüncü mərhələ. Deməli, ikinci mərhələ. Birinci mərhələ onu qeyd edim ki, 1991 18 oktyabrdan başlayır. 93-cü il 15 iyuna qədər davam etmişdi. Bu Heydər Əliyevdən əvvəlki dövrdür. İkinci mərhələ 93-dən 95-ci ilə qədər, hansı ki 12 noyabrda konstitusiya qəbul edilmişdi o dövrdə. Üçüncü mərhələ isə həmin dövrdən, yəni 95-dən 2003-cü ilə qədər, Heydər Əliyevin vəfatına qədərki dövr, dekabrın 12-sinə qədər olan dövr. Deməli, bizdən soruşur ki, demokratik dövlət quruculuğu, dövlət quruculuğuna da diqqət etmək lazımdır, fəaliyyətinə aiddir. Hakimlərin xüsusi imtahan verilməsi təcrübəsinin həyata keçirilməsi 2000-ci ildir. 2000-ci il aid olacaq A-ya, daha doğrusu 2A aid olacaq 2-yə. Sədərək Dilucu körpüsünün açılması bu Naxçıvanda 92-ci ildir.
heç birinə aid olmayacaq. Konstitusiya Komissiyasının yaradılması. Deməli, Konstitusiya 95-ci noyabrın 12-sində qəbul edilmişdi. İyun ayında isə komissiya yaradılmışdı. Yəni ondan əvvəl aid olacaq ikinci mərhələyə, birinci aid olacaq. Senzuranın ləğv edilməsi 98-dir. Bu aid olacaq 2-yə. Xidmət müəssisələrinin özəlləşdirilməsinə başlanması və burada qeyd etdiyim kimi dövlət quruculuğu məsələsinə diqqət etsək, xidmət özəlləşdirmə isə sosial-iqtisadi sahəyə aid olur, sosial-iqtisadi fəaliyyətə və heç birinə aid götürməyəcəyik. Deməli, 1-ə C, 2-yə A, D. Keçirik növbəti suala. Gəlir situasiya sualı. Heydər Əliyev ATƏT-in 1999-cu il noyabrın 18-də keçirilən zirvə toplantısında Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Bu paktda dövlətlərarası münasibətlərin, habelə münaqişələrin aradan qaldırılmasının prinsipial əsasları təsbit edilməli idi. Ona əsasən regiondan xarici hərbi qüvvələr çıxarılmalı, təcavüzə, etnik təmizləmələrə, separatizmə son qoyulmalı, ikili standartlara yol verilməməli idi. Deməli, əziz izləyicilər, bu 99-cu il noyabrın 18-də bizdən soruşur ki, mənbədə bəhs edilən zirvə görüşünün keçirildiyi şəhər. Keçirildiyi şəhərin adı İstanbul şəhəridir. Türkiyədə keçirilibdir. Amma bir məsələ var ki, bu son illərin nəşrlərində, dərsliklərdən söhbət gedir, məktəb dərsliklərində. Bu İstanbul müqaviləsi konfransı, İstanbul zirvə görüşü qeyd edilmir. Yəni bu mətn çıxarılıbdır, bu məlumat, İstanbulla bağlı məlumat çıxarılıbdır. Yəni, bu köhnə nəşrlərdə var, bunu gətirib salıblar bura, yəni bu düzgün bir şey deyil əslində. Mən bilən yoxdur, yəni səhv etmirəmsə yoxdur, siz də baxarsınız, əgər digər insanların nəşrlərindən söhbət eləmirəm, dərs vəsaitlərindən söhbət eləmirəm, sırf məktəb dərsliklərində deyirəm ki, DİM-də məktəb dərsliklərinə əsaslanır. Nəysə. Sonra ikinci sualda deyir, mənbədə bəhs olunan zirvə toplantısında iqtisadi sahədə ölkəmiz üçün qəbul edilmiş mühüm qərarı yazın. Bu 99-cu il İstanbulda Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi ilə bağlı saziş imzalanır. İstanbulda doğru cavab yəni bu olacaq. Növbəti sual 30. Mənbədə bəhs edilən ölkə rəhbərinin ikinci prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasətinə aid 2 tədbiri yazın deyir. Deməli, ölkə rəhbərinin ikinci prezidentliyi dövrü. Söhbət Heydər Əliyevin ikinci prezidentliyi dövrü. Bu düşəcək 98-dən 2003-ə qədər. Prezidentin xarici siyasətdə 2 tədbirini qeyd edin. Bu 2 tədbirlər hansı ola bilər? 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməsi qeyd edilə bilər. İkinci hadisə isə 2002-ci ildə NATO-nun Parlament Assambleyasının asosiallaşdırılmış üzvlüyünə qəbul edilməsi. Bu da NATO ilə bağlı ola bilər. NATO-nun Parlament Assambleyasının asosiallaşdırılmış üzvlüyünə qəbul edilməsi. Bunu götürə bilərik. Bu qədər dəyərli izləyicilər. Ümid edirəm, sizin də xoşunuza gəlmişdir. Sağ olun, növbəti izahlarda görüşərik.